Milan Dizayn Həftəsi 2026-dan hamınızı salamlayıram. İlkin olaraq özbəklərin keçirdiyi workshop'a getdik. Bu workshopda çörəyin üstünə xüsusi naxışlar vurmaq üçün ştamplar hazırlayırdıq və Azərbaycan mahnısını səsləndirdilər. Biz şokdaydıq. İlkin olaraq qələmlə dizaynı taxtanın üstündə çəkirdik, ondan sonra da üstünü mismarlayırdıq. Ondan sonra Dior'un eventinə getdik. Bu eventdən gözləntilərimiz o qədər çox idi ki, amma çox gözləntilərimizdən aşağı oldu. Heç bəyənmədim. Bir dənə çölü qəşəng idi. Burada bəzi şəkillər çəkdirdi, yəni başqa heç nə. Ondan sonra Corso.com adlanan yerə getdik. Burada 8 ayaqlı bütün binanı bağlamışdı. Metal konstruksiya kimi görünürdü, amma əslində əlimi vurdum gizlincə şar materialındaydı. Yolumuzun üstündə olan random yerlərə də girirdik. Bəzən çox da maraqlı olmurdu, amma əsas o idi ki, Design Week-i kəşf edirdik. Sonra Audi və Zaha Hadid Architects-ın əməkdaşlığı ilə düzəldilmiş bir eventə getdik. Burada çox maraqlı gəldi mənə. Burada əsas marağımı çəkən Audi-nin Formula maşını oldu, amma ondan əlavə başqa maşınlar da var idi. Sonra Skoda avtomobillərinin Epic adlandırdıqları proyektə baş çəkdik. Burada çox maraqlı gəldi bizə. Bura hətta ən yaxşı instalasiyalardan biri seçildi. Sonra biz biraz sırada gözlədik və istədiyimiz stikeri seçib əməkdaşa təqdim edib, o da bizim üçün tote bag-ın üstünə yapışdırıb hədiyyə etdi. Yoldan keçərkən bir institut da gördük. Bu institutda proyektor və səs effektləri vasitəsilə belə bir şou yaratmışdılar. Bu da maraqlı idi. Bu videolar müxtəlif günlərdə çəkilib, amma bunu bir part kimi paylaşacağam. Sabahlarda ikinci partı paylaşacağım. Görüşənədək.